Salam, xoş gördük hər birinizi. Bu günləri cem hazırlayacağım. Gavalı, alma və armud cemi. Mən gavalının tumlarını ayıracağım. Almaları doğrayıram və armudları doğrayıram. Təmizlədim, gavalları ayırdım tumundan. Almaları doğradım və armudları doğradım. Gavalı oldu 800 qram, alma da 800 qram, armud 500 qram. Gavalları yığdım pişirdiyim qazana. Alma ilə armudu ayrı qazana və yarım stəkan su əlavə edirik. Qapaqları örtürük və balaca xodda qoyuruq ocağın üstünə. 15 dəqiqə keçdi və bizim gavallarımız yumuşalıb. Və süzgəcdən gavalları keçirdirəm. Alma ilə armud da artıq pişib, 20 dəqiqə pişdi və armudla almanı da süzgəcdən keçirdirəm. Süzgəcdən keçirtdim və 1 kiloqram şəkər əlavə edirəm. Və balaca xodda qoyuruq ocağın üstünə, ara bir qarışdırırıq. Almalar əgər şirindirsə, şəkər tozunu biraz da az əlavə edə bilərsiniz. Məndə turşuydu, mən ona görə 1 kiloqram əlavə etdim. Az olarsa əgər dadına baxın, yenə də əlavə edə bilərsiniz. Cemimiz qaynayır. Balaca xodda bunu pişirirəm. Rəngi də çox gözəl oldu. Kommentariyalarda mənə yazın. Siz necə hazırlayırsınız cemi? Hardasa 20 dəqiqə pişiririk və ondan sonra bankalara yığmaq olar. Əgər biraz da bərk istəyirsinizsə olsun cem, 25-30 dəqiqədə pişirə bilərsiniz. Çox gözəl ətri var. Mətbəxə bürüyüb cemin ətri. Bankaları yuyuruq və quruduruq. Qurulmalıdır və isti doldururuq bankalarımızı. Cemləri bankaya yığdım. Ağızlarını bağlamışam. Və mən göstərmək istəyirəm batılığını. Hər kəsə nuş olsun. Əgər mənim videom xoşunuza gəldisə, like qoymağı unutmayın. Abunə olun. Hələlik Allaha əmanət olun.